4-cü ildə Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişdilər. O ki qaldı azad edilmiş ərazilərə. Siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı idman infrastrukturu da yaradılır. Su qovuşan və Köndələn çay su anbarlarında artıq beynəlxalq avar çəkmə yarışları keçirilir. Bizim çox gözəl dəniz istirahət zonalarımız var, xizək zonalarımız var, güclü infrastruktur yaradılıbdır. Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur işləri aparılır. Orada da artıq yarışlar keçirilir. Köndələn çay su anbarında su qovuşan, su anbarında gələcəkdə Sərsəng su anbarında da yarışlar avar çəkmə üzrə keçirilə bilər.